Roma İmperiyasının 12-ci legionunun Bakı yaxınlığında olmasını sübut edən daş kitabə Qobustanda Böyük Daş dağının ətəyində aşkar edilib. Qədim Latın dilində yazılmış bu daş kitabə Roma İmperatoru Domisianın dövründə, yəni 84-96-cı illərdə tərtib edilib. Sara Aşurbəyli Bakı şəhərinin tarixi adlı monoqrafiyasında Roma İmperiyasının 12-ci legionunun Abşeronun yerli sakinləri tərəfindən məğlub edildiyini göstərir. 4-cü əsrdə yaşamış Roma tarixçisi Yevtropi, Roma İmperiyasının Qısa Tarixi adlı əsərində yazır ki, Roma İmperatoru Domisianın dövründə Qafqazın qədim xalqlarından biri olan sarmatların üzərinə göndərilən Roma legionu sərkərdəsi ilə birlikdə məhv edilmişdi. Qeyd edək ki, qədim yazılı mənbələrdə sarmatlar İski, Sak, Massaget türk tayfasının bir qolu hesab edilirdi. Ramana kəndinin yaxınlığında Massagetlərin qədim yurd yeri olan Maştağa kəndinin yerləşməsi, Ramananın da qədim əhalisinin məhz Sak türkləri olduğunu göstərir. Azərbaycan türklərinin etnogenezində fəal iştirak etmiş İskit Sak tayfaları Romalıları məhz Abşeronun mərkəzində, Ramana ərazisində məğlubiyyətə uğratmışlar.